Herkese salam dostlar. Bu gün belə bir həndəsə sualı ilə qarşınızdayım. Maraqlı sualdır və vaxt itirmədən suala keçək. Deməli şərtimizdə deyir: B-nin həndəs silsiləsində B2 vur, B3 vur, B4 vur, B5 vur, B6 243 olarsa B4'ü tapın. Deməli dostlar, biz burada verib B2-ni yaza bilərik. Qaydamıza əsasən B2-ni B1 vurulsun 2 vurulsun B3'ü B2 vurulsun B1 daha doğrusu vurulsun Q kvadratı, B4'ü B1 vurulsun Q kubu, B5'i B1 vurulsun Q üstü 4 və B6'nı B1 vurulsun Q üstü 5 şəklində yaza bilərik dostlar, düzdür. Və bu 243 eləyir. Bizdən nə istəyir? Bizdən B4 tapmamızı istəyir. Deməli biz bunu birinci yığsaq 5 dənə B1'imiz var. B1 üstü 5. 5 dənə B1'i özünə vuranda B1 üstü 5 eləyir. Vurulsun Q-dən neçələndi? 1 3 5 15 dənə. Deməli Q üstü 15. Q-dimizdən 15 dənədir. Bu 243 eləyir. Bizdən B4 istəyir. B4 nəyə bərabərdir? B4 bərabərdir. B1 vurulsun Q üstü 3 düzdür. Q üstü 3. Deməli biz bu ifadəni biraz sadələşdirsək, deməli yaza bilərik bunu B1 vurulsun Q üstü 3'ün xaricdən üstü 5 şəklində yaza bilərik. 243. Çünki dostlar, buradan görünür B1 üstü 5, B1 üstü 5, B1'i üstü 5 yazanda həmin şey eləyir, 2 üstü də üstü 5'ə vuranda 2 üstü 15 eləyir. 243 eləyir. Deməli biz bunu biraz daha sadələşdirsək, buradan əgər bu ifadəni belə kök altında 5-ci dərəcədən kök altına salsaq, olacaq, deməli onda buranı da kök altına salmalıyıq. Olacaq B1 vurulsun Q üstü 3 bərabərdir kök altında 5-ci dərəcədən 243. Bu nəyə bərabərdir? Kök altında 243 5-ci dərəcədən eləyəcək 3. Bizdən nə istəyir? Bizdən B4 istəyir. B4 nədir? B1 vurulsun Q üstü 3. B1 vurulsun Q üstü 3 nə tapdıq biz? 3 tapdıq buradan. Deməli sualımızın cavabı nə olacaq? 3 olacaq dostlar. Məsələmiz belə idi. Asan məsələ idi. Video xoşunuza gəldisə like atıb abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.